Partnyorun şəxsiyyəti sənin vərdişlərinə necə təsir edə bilər? Partnyorun vərdişləri, rutinləri, şəxsiyyəti və özünü yaxşı hiss etməsi, well-beingi sən nə? Təsir edir sənin nə qədər içməyinə. Tam olarak cümle anlamadım. Romantic partners influence each other's behavior in important and sometimes unexpected ways. Individuals tend to drink more alcohol if their partner also drinks frequently or smokes cigarettes. Partners' personality and mental health can interact with genetic predispositions to shape binge drinking. Normalde mən bunu yeme vərdişlərinə aid eşitmişəm ki, birbaşa və dolaylı şəkildə təsir edir də. Yəni ümumiyyətlə hər şey təsir edir, o ayrı bir şeydir. Həyatına seçilən adamın necə olması. Romantic partners are often a major source of support, stability and shared experience, but they can also shape our habits and behaviors in subtle ways. Married couples spend a lot of time together, more than 4 hours per day on average, giving partners plenty of opportunity to influence one another. Research shows that partner characteristics can have wide-ranging effects. For example, individuals with more organized and reliable partners are more likely to get a promotion at work, and having a happier spouse is associated with lower mortality. In a recent study published in Clinical Psychological Science, my colleagues and men examined how romantic partners influence drinking behavior, including both alcohol consumption, the number of drinks consumed each month, and binge drinking, how often someone consumes 5 or more drinks in one sitting. Some findings were unsurprising. Individuals tended to drink more and binge drink more frequently if their romantic partner also drank alcohol or smoked cigarettes. These shared habits are common in close relationships. However, we also found evidence for a more complex process through which partners shape drinking behavior. Bunu adətən cütlüklər olsun, evlilər olsun, evli olmayanlar olsun, ətraf səni cütlük olaraq tanıyırsa, rəsmi ilişkin oldu ya olmadı. Əvvəllər də belə idi. Əslində qarşılıqlı bir şey içməyə yaxşı yanaşılmıyor bizim cəmiyyətdə məncə heç vaxt. İndi bəlkə müasirləşib, bəlkə bir şeylər dəyişib, bəlkə də çox adam elə olduğu fikirdə də qalıb və ya o da çevrilmə yaşayıb, evrim getirib, dönüşüm getirib. Adətən məsələn belə bir şey dedilər ki, bizim cəmiyyətə uyarlasaq bu məsələni, sənin əgər partnyorun istəmədiyin kimidirsə, səliqəsiz, səhmanı, adətən kişilər özlərini riskə vururlar, nə bilim, və ya yetərincə maddi yad çatdırmayanda evliliyə bu və ya digər şəkildə. Yəni güya ki, qadının səliqəsizliyindən götürüb içir də, bu hansı yanlış bir vərdişə qurşanır, nə bilim, neyinir. Onsuz nə vərdiş eləsə yenə yükləyəcək qarşı tərəfin boynuna da. Varaq qarşı cinsdə belə xüsusiyyətlər. Bir-birinə həyatıma seçdiyi romantik partnyor təsir edir bütün hallarda. Ona bir şey demirik. Sadəcə bu və digər mənada aşağı-yuxarı bir şəkildə müəyyən dərəcədə sən bu adamı tanıyıb evlənmirsən də, əgər tanımısansa və daha sonra da geriyə əgər yol yoxdursa, bayaq da bir dənə video vardı, biznesdə ailədir, əgər eləmisənsə yürütməyə baxacaqsan, belə bir fikir orada səsləndirilirdi. Heç də, yəni qarşı tərəfdə dəyişə bilməyən bu və ya digər xüsusiyyətə görə və yaxud da əgər tutaq ki, evlilik öncəsi hər kəs öz simasını yaxşı, normal bir şəkildə, maskalanmamış şəkildə göstəribsə, qərar bir şəkildə icra olunub, bu və ya digər hallarda sonradan bir şey çıxıbsa, adam da dəyişə bilir, hansısa bir kötü olay yaşayar, ona pis təsir eləyər, dəyişər.
sən bu qarşı tərəfin yeni dəyişiminə, hansısa bir həyati problemlə baş edə bilməməsinə, işində sıxıntı yaşayar, sağlamlığına ilgili sorunları olar, o olar, bu olar və ya elə cütlüyün problemi ola bilər, uşaqla bağlı bir şeylər olar da. Qadın orqanizminə zərbə yetirəcək bu və ya digər bir şey olar və də o onun mental sağlamlığına da təsir edir. Və elə qarşı və ya əksinə də qarşı tərəf hər hansı bir ağır bir şey yaşayar, qəza falan. Ağır deyəndə bu nəzərdə tutulmur. Ondan daha yüngül bir şey də olar, amma baş edə bilməz də insan psixikasıdır. Adətən bəlli bir şeylər var ki, ancaq onu ağır durumlar yaşayan insana bəlli cəmiyyətlər icazə verir. Məsələn, normalda övlad itkisi yaşayana dəli olmağın haqqı varmış kimi bir şey olur da, ağır bir şey qoyuruq ki, hə, elə bir şey yaşasa bu adam dəli olmağa haqqı var kimisindən də. Halbuki əslində əlaqəsi də yoxdur, yəni. Bir insana bəzən yazısını yaşamasına da, ya xoşbəxt gününü yaşamasına da bəlli toplumlarda icazə verilmir sanki. O qədər ətrafda divar hörüləsi bir şeylər var ki, insan sıxıntısını da doya-doya yaşaya bilmir bir şəkildə. Başqa nə yazıb? Ətraf mühitin də təsirləri ola bilər. Diyet ola bilər, stres verən, qıcıqlandırıcı başqa bir amil ola bilər. Sosial münasibətlər ola bilər. Extrovert, nevrotik və distressed. Having a partner who is distressed and high in neuroticism, a personality trait linked to anxiety, depression and self-doubt may create a stressful environment. Stress can trigger or amplify a genetic predisposition to alcohol misuse. On the other hand, başqa sözlə desək, conscientious. Bu cümləni də başa düşmədim, hər nəysə. Sosial aktiv. Yəni bəzi adamlara bir bəhanə lazımdır da, daxilindəki konflikti üzə çıxartmağa bir trigger lazımdır ki, onu tətikləsin, yəni. Əlinə kozur düşsün ki, hə, bu belədir, amma bu üçün eləyirəm. Haqq verin, yəni, onaylayın elədiyimi. Mənə olduğum kimi qəbul edin kimisindən. Bu mətn də belə idi. Digər mətn legolarla bağlıdır, uşağın beyninə, inkişafına necə təsir göstərdiyi ilə bağlı. Bu isə insan həyatına seçdiyi partnyorun, onun şəxsiyyətinin, xarakterinin, well-beinginin insanın özünə necə təsir etdiyi ilə bağlı idi. Çünki istər-istəməz onunla çox zaman keçirsən, daha sıx bir ilişkidə olursan və bu da sənin dəyişim dönüşümünə gətirib çıxarır. Zaten deyilən söz odur ki, əgər sən ilişkidəsənsə və dəyişmirsənsə, sorun odur. İlişki odur ki, səni dəyişdirməlidir. Həyatında partnyor varsa, yaxşı mənada səni dəyişdirməlidir. Əgər sənə yaxşı təsir eləmirsə, təkliyə getməlisən, müəyyən müddət bərpa dönəmi keçməlisən, sonra yeni ilişkilərə, nə bilim, yelkan açarsan, nə edərsən və hər şey ideal getdisə, valideynlik statusu gəldisə, o bu, sonra növbəti valideynlik, belə şeylərdə də, yəni bu da sənə bir şeylər öyrədib, bir şeylər qatmalıdır, yaxşı mənada. Çətinliklərinə rəğmən sən ona tab gətirə bilməlisən. Gətirdiyi hər durumun onsuz da mənfi müsbəti olur da və heç hər gələn yeni status, hər gələn yeni yük insana xoşbəxtlik gətirdiyi kimi gətirməyə də bilər. Bu da normal həyatın içindən olan bir durumdur. Bəzi insanlar deyir ki, mənim işdə yükümü artırdılar, amma bu mənim istədiyim bir şey deyildi. Daha mutsuz olmağa başlamışam, özümə zaman ayıra bilmirəm, nə bilim. Mənim vəzifəm göyə yüksəlib, məsuliyyətim artıb, buna paralel olaraq göyə ki, maaşım artıb, amma bu yeni durum mənə xoşbəxt eləmir. İnsanları işləmək, insanları idarə eləmək, hər hansı bir davranışa görə bu və digər şəkildə çətindir. Yəni, artıq ayrılmaq istəyirəm bu vəziyyətdən də. Xoş gəlmir mənə. Əvvəlki halımda daha xoşbəxt idim.
Yəni bu yerə başqa bir adamı layiq görməyiblər, lazım bilməyiblər, məni itələyiblər. Sözün həqiqi və nəsə mənasında doğru kəlmə seçə bilməmiş ola bilərəm. Məni yönləndiriblər, yəni biraz arada yanlış ifadə də oradan seçə bilirəm. Ağlıma normal daha qəşəng bir ifadə gəlmədiyinə görə həmin anda. Nəysə, videolarda olduğu kimi şeylədiyimə görə, editləmədiyimə görə insanlıq halidir. Yəni hər gələn bir şey, yəni bizi xoşbəxt eləməyə məcbur deyil. Biraz öyrəşmə dönəmi yaşasan, görsən ki, yox, heç cür alınmır. Sonra da hər hansı bir qərar verməli olursan yol ayrımlarında.